Salam. Salam bəy. Salam, salam. Çox gözəl bir gündə seçmisən, amma bilmirəm də onu necə deyim. Buyur. Gözəl gündür. Buyurun, siz deyin. Mən bilmirəm hansı günüdür gözəl. Azərbaycanda ümumiyyətlə gözəl gün yoxdur. Bugün deyirdilər ki, 27 aprel günü mitinq olacaq. Sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət elədilər. Qərar çıxdı ki, icazə verilməyəcək. Düzdür, əvvəl Zeynallı buraxılıb, mən onu deyirdim elə. İlk öncə özünüzü təqdim eləyin, siz kimsiniz? Azərbaycan Respublikasının vətəndaşı Tural Qarayev Gərəyoğlu, 282 ali məktəbin məzunuyam. Azərbaycan Dövlət İqtisad Universitetinin 4 il məzunu olmuşam. Demək olar ki, 2004-cü ildən siyasi proseslərdə fəal olmuşam. 2013-cü il prezident seçkilərində də iştirak eləmişəm, mitinqlərində, prezident seçkilərində. Yəni, 2004-də... Necə? Prezident seçkilərində namizəd olmuşdunuz? Yox. O vaxt prezidentliyə namizəd Cəmilə Həsənlinin mitinqlərinə getmişdim. 2004-cü ildə bəli, prezidentliyə namizəd idi o vaxt. Sonra universitetə daxil oldum. 2012-də məzun oldum. Sonra bir çox könüllü layihələrdə iştirak elədim. Formula 1-də, digər yarışlarda. Ümumiyyətlə, həmişə çalışırdım ki, neytral müstəqil. Paşinyanın arxasında Kim Kardashian kimi porno ulduzu olsa da kişi ruhlu, mert insanlar Paşinyanın arkasında durdu. Ama Azerbaycan'da etibar rejiminde bir dəqiqə. Mən özüm Qərbi Azərbaycanlıyam. Yox, mən özüm Qərbi Azərbaycanlıyam. Ümumiyyətlə mənim geri gəlsə Azərbaycan Respublikasının vətəndaşı olmaqdan imtina edərəm. Ermənistan vətəndaşı olaram və Ermənistanda yaşayan Azərbaycan türkü kimi bircə dəqiqə. Azərbaycan türkü kimi bircə dəqiqə. Azərbaycan torpağı populist çıxışlar eləməyək. BMT-də tanınan sərhədlər var. İstanbul'da Konstantinopol Yunanlarındır. Gedə indi Türklər İstanbul'un əlinə alaq verir. Bu diktaturaların xulyalarını danışmayın. Çox xahiş edirəm, bircə dəqiqə. Azərbaycanın ümumiyyətlə seçki yox, diktator, avtoritarizm. Yamandan doğublar, həmin o Ermənistan dediyin dövlət. Necə o mənim vətənim sayılır? Absurd danışırsın. Onu İlham Əliyevlə Putinə sual ver. Bircə dəqiqə. Rusiyadan Putinə sual ver. Qarbaçova. Əliyevlə araq vurur, çap-çap. Bircə dəqiqə. Siz deyirsiniz ki, Azərbaycan demokratik dövlətdir, Azərbaycan diktator dövlətdir. Bu nöqtə. İkincisi, Azərbaycan xalqı, Azərbaycan... Sübut elə. Bax, üzr istəyirəm. Sübut edin. Səhnə yarat. Sübut edin. Heydər Əliyev, İlham Əliyev 3 dəfə prezident dəyişib. Necə diktator ola bilər? Saddam Hüseyn də 4 dəfə dəyişibdir. Qəddafi də. Bəşər Əsəd də dəyişib. Bircə dəqiqə. Belarusda demirsən. Diktator başqa şeydir. Belarus da diktatordur. Belarusya da diktator rejimdir. Belarusya da Lukashenko diktatordur. Belarus rəsmi olaraq Avropa üzvü deyil. O diktator olaraq. Azərbaycan xalqının, Azərbaycan sual verim də sizə. Üzr istəyirəm. Mən onun üçün bağlandım. Debat olmasa da sizə suallar vermək istəyirəm. Buyurun, cavab verin. Universitet bitirmişəm də. Ən azından sizin əlinizdə pis yaxşı pulla, ya savadınızla fərqi yoxdur. Diplom almışsınız. Sizə sual vermək istəyirəm. İş məsələsinə gəlməyəcəm. Azərbaycanda iş tapmırsan, Azərbaycanda vətəndaşlar iş tapmır. İş Azərbaycanlılar tapır. Bunu qoyub kənara. Siz Fransada iş tapmırsınız? Yox, işi müzakirə eləmirəm. İşi müzakirə eləmirəm mən. Azərbaycanda üzr istəyirəm Sual bəy, çox xahiş edirəm. Qarşılıqlı danışmayaq, mən sual verəcəm. Siz də mənim sualınızı verərsiniz. Azərbaycanda ümumiyyətlə mən öz fikrimdir. Buyurun. Tural bəy, üzr istəyirəm. Ümumiyyətlə Azərbaycanda xalq, vətəndaşlar iş tapmır. İş Azərbaycanlılar tapır. Bir də diqqətlə qulaq asın. Sanki kimi diploma yoxdur ona görə. Üzr istəyirəm. Siz dediniz ki, Azərbaycan azaddır. Şimali Koreyada dövlətdir. BMT-də də haqları var. Qanuna qərar var.
Bircə Şimali dəqiqə. Koreya Bircə dəqiqə. Yox, xahiş edirəm. Tural bəy, çox xahiş edirəm. Siz savadınız varsa sizə sual vermək istəyirəm. Ümumiyyətlə siz Buyurun. danışanda Sovet rejimindən, Sovet Sosialist dövlətindən danışanda ümumiyyətlə ittifaqda Bəli. Sovet və Hitlerin dövründə bu dövlətlər totalitar rejimlə idarə olunan dövlətlər, diktatura. Bəli. Bəli. Və hər bir və bu diktatura devriləndən sonra demokratiya anlayışı demokratik dövlət sayılmır. Demokratiyaya keçid sayılır. Bu da avtoritardan demokratiyaya keçid sayılır. Yəni bu mövzu. Azərbaycana keçək. Saddam Hüseyn də diktatordur, Qəddafi də diktatordur, İlham Əliyev də diktatordur. Avropada ümumiyyətlə İlham Əliyevi tanımırlar. Bircə dəqiqə, üzr istəyirəm. Yox, üzr istəyirəm. Sizin neftiniz, qazınız lazımdır. O da pulunu verir alır. Qulaq as, diqqət. O diktator deyil. 100% səs versə diktator. Qulaq, üzr istəyirəm. Paşinyanın arxasında Kim Kardashian kimi porno ulduzu olsa da kişi ruhlu, mərd insanlar Paşinyanın arxasında durur. Amma Azərbaycanda rejimində bircə dəqiqə. Çıxara bir Tural bəy, zəncəzlə. mən özüm qərbi Azərbaycanlıyam. Yox, mən özüm qərbi Azərbaycanlıyam. Ümumiyyətlə mənim yeri gəlsə Azərbaycan Respublikasının vətəndaşı olmaqdan imtina edərəm. Ermənistan vətəndaşı olaram və Ermənistanda yaşayan Azərbaycan türkü kimi bircə dəqiqə. Azərbaycan türkü kimi bircə dəqiqə. Azərbaycan torpağı populist çıxışlar eləməyək. BMT-də tanınan sərhədlər var. İstanbulda Konstantinopol Yunanlarındır. Gedə indi türkləri İstanbulun əlinə alaq verək. Bu diktaturaların xulyalarını danışmayın. Çox xahiş edirəm, bircə dəqiqə. Azərbaycanın ümumiyyətlə seçki yox, diktator, avtoritarizm. Yamandan qovublar, həmin o Ermənistan dediyin dövlət. Necə o mənim vətənim sayılır? Absurd danışırsın. Onu İlham Əliyevlə Putinə sual ver. Bircə dəqiqə. Rusiyadan Putinə sual ver. Qarbaçova. Əliyevlə araq vurur, çap-çap. Bircə dəqiqə. Siz deyirsiniz ki, Azərbaycan demokratik dövlətdir, Azərbaycan diktator dövlətdir, bu nöqtə. İkincisi, Azərbaycan xalqı, Azərbaycan... Sübut elə. Bax, üzr istəyirəm. Sübut edin. Səhnə yarat. Sübut edin. Heydər Əliyev, İlham Əliyev 3 dəfə prezident dəyişib. Necə diktator ola bilər? Saddam Hüseyn də 4 dəfə dəyişibdir, Qəddafi də. Bəşər Əsəd də dəyişib. Bircə dəqiqə. Belarusda nə demirsən? Diktator başqa şeydir. Belarus da diktatordur. Belarusya da diktator rejimdir. Belarusiyada da Lukashenko diktatordur. Onların rəsmi olaraq Avropa üzvü deyil. Azərbaycan xalqının milli sərvətlərinə görə üzr istəyirəm. Bu Tural bəy bir də pənah dövlət deyil. Yox, bircə dəqiqə. Əli bəy də sizlə bərabər o sözü işlədir. Mənim gözümdə Azərbaycan dövlət deyil. Azərbaycan dövlət deyil. Qulaq as, diqqət. Şimali Koreya da BMT-nin üzvüdür. İran da BMT-nin üzvüdür. Nə adiyyəti var? Azərbaycan Avropa Şurasının üzvüdür. Avropa Şurasından çıxır, səsini dondurublar. Bu isə sanksiya gəlir. Qulaq as, diqqət. Şərtlər qoyurlar. Dondursa da şərtlər qoyurlar. Hansı şərtlər qoyurlar? Hansı şərtlər? Siyasi məhbusları azad eləsən, korrupsiyaya son qoysan, birisini qəbul etməyə hazırıq. Razısın yəqin mən. O nə deməkdir? O şərt qoymaq nə deməkdir? Deməli, sən qanunu düzgün idarə etmişsən, istədiyin kimi. Deməli, diktatorsan. Bu ikincisi, Avropa Şurasının prezidenti. Ay vətəndaş, sənin vətəndaşın qanunları bilmir. Sənin vətəndaşın qırmızı işıqdan keçir. Çünki o manqurtlaşdırıb. Gör nə deyirəm, sizin kimi insanlar manqurtlaşdırıb. Diqqətlə, qulaq asın, diqqətlə bizə deyirəm. Aşmadan danışdınız. Siz aşmanı qəbul edirsiniz. Necə qəbul elə bilər? Avropa Şurasını qəbul edirsiniz. Əlbəttə qəbul edirsiniz. Avropa ölkələrinə gedirəm, qardaş. Avropa ölkələrinə gedirəm mən. Necə düz deyil? Qəbul edirsiniz də deməli.
Avropa Şurası prezidenti sənin prezidentinə diktator deyir. Buna necə cavab vermək istəyirsən? Ona Rusiyanın təxribatını uyur deyirəm. Görsən də. Yox, Rusiyanın neftini alır, gazını alır, ona görə danışır da. Neftini rahat alanda elə danışar da. Nələr danışmalıdır ki? olmadan Azərbaycanda DTX-nin icazəsi olmadan, bir dəqiqə. Azərbaycanda DTX-nin icazəsi olmadan propaganda edə bilərsən sən? Onu elə DTX yaydı Facebook-dan. Siz nə qoyuyorsunuz? Milli İstihbarat Təşkilatını yaza bilirəm. Qazaxıstan kəşfiyyatına yazmışdım. O təyyarə vuranda. Azərbaycanda avtoritar diktator rejimin polisi anasının bacısının yataq otağına girib tursik markada vətəndaş götürür. Bu dünyəvi ölkədə belə bir şey yoxdur. Siz hansı dövlətdən danışırsınız? Mafya bir rejimdir. Mənim gözümdə dövlət yoxdur. Bir dəqiqə. Mən sonra cavab verirəm. Dövlət orqanlarına Rusiya kəşfiyyat adamları sıza bilər. 70 il Azərbaycanı işğalda... Dövlət yoxdur mən. Tural bəy, mənə xahiş edirəm. Xahiş edirəm, mənə o sözü demə. Azərbaycan mənim gözümdə dövlət deyil. Bir dəqiqə. Mafya diktator rejimdir. Mənə dövlət demə. Etibar bəy, bir dəqiqə. Onu Məmməd Əmin Rəssədəyə təşəkkür elə. O bayrağa görə təşəkkür elə Məmməd Əmin Rəssədəyə. Təşəkkür elə, sən mənsubiyyətini, milliyyətini gətirib. Mən Tural bəy, Etibar bəy, o sizin... Etibar bəy, mən Avropa İttifaqının qabağında aks eləmişəm. Sizin xəbəriniz var, bugün eləmişəm. Bilirsiniz nə demişəm? Demişəm, mən Atilla'nın torunuyam, mən Fatih Sultan Məhmədin torunuyam. Attila bilirsiniz də Avropanı fəth eləmiş bir adamdır. Fatih Sultan Məhməd fəth eləmiş adamdır. Mustafa Kemal Atatürk dediniz, o İstanbulu fəth eləyən, yenidən fəth eləyən adam olub. Anadolunu xilas eləyən adam olub. Mən inanmıram ki, Fransız Atatürk sevmir. Buyurun. Tural bəy, diktatorlar hansı öz xoşundan gedib? Diktator şəxslərin bir dənə cəzası var, o da ölüm. Siz nə danışırsınız? Hansı xoşundan gedib seçkilərdə? Mən öz fikrimi deyirəm. Əli bəylə əlaqədar deyil, sizlə də əlaqədar deyil. Tural bəy, baxın, gedim Zəngilanada düzdüm, Qubadlıya gedir. Əhalinin böyük bir nəfər göstərin ki, İlham Əliyevin narazıdır. Bir nəfər göstərin mənə. Bax, Qarabağlar deyirəm, Qarabağa gəlib, onunla görüş keçirir ha. Birini mənə göstərin ki, İlham Əliyev əleyhinə danışsın. Niyə danışmır? Sual verirəm. Demokratik ölkəyikdə, niyə danışmır? Demokratik ölkə Bilirsiniz niyə? Aksiyonadır da, riyaziyyatdır. Buyur. bəy, siz haranı deyirsiniz ki, bir nəfər əleyhinə çıxmır Qarabağda? Çıxmır da, hansı biri narazı qalıb? Hara baxırsınız? Qarabağda yaşayanları deyirəm, Qarabağda yaşayanları. Hansı kanala baxırsınız siz? Azərbaycan televiziyasına, ictimai televiziyaya. İndi müstəqil kanallarda bax. Sizcə deyirsiniz ki, çıxsın da bir nəfər, niyə çıxmır? Bilirsiniz niyə çıxmır? Çünki çıxartmırlar. İndi bildiniz niyə çıxmır? Məndə o qədər videolar var ki... Mən onu qorxaq sayıram. Çıxmırsa qorxaqdır. Yox, orada göstərmirlər. Sizcə İlham Əliyevin ətrafındakılar o risk eləyib İlham Əliyevin qarşısına bir etiraz edən vətəndaşı çıxarda bilərlərmi ki, o etiraz eləsin İlham Əliyev? Yox ki, mənə Covid-19-da niyə işsizliyimə görə 190 manat verirdi? Sual verirəm, niyə verirdi? Covid-ə görə verməyibdi. Sizə Covid-ə görə verməyibdi 190 manat. 4 dəfə verir. Sizə o uşaq vaxtı peyvənd vurublar. Covid peyvəndi vurublar sizə. O Covid-dən sonra sizdə bu... Siz Fransada yaşayırsınız. Amma Fransa kimi demokratik ölkədə olması istəmirsiniz Azərbaycan. Siz istəmirsiniz Azərbaycan Fransa kimi demokratik ölkə olsun. Niyə onda vurursunuz? Gəlin Azərbaycanda vuruşun da buna. Hədə gəlmək istəyirəm. Silah gücünlə Azərbaycanın xilas edilməsi üçün birinci Cənubi diqqətlə qulaq asın. Güney Azərbaycan Tural bəy, Güney Azərbaycan, İran nə vaxt orada molla rejimi devriləcək, cənubla şimal silah yolundan, üsyanla, bircə dəqiqə, silah yolundan, üsyanla mən tərəfdarıyam. O antidemokratik çağırışdır. Antidemokratik diktator rejimləri
diktator rejimlər hər zaman hərbi Qardaş, üsyanla, inqilabla gəlir və yaxud yerləşdirirlər. Konstitusiya kitabında nə yazılıb? Prezidentin nə səlahiyyəti? Azərbaycanda konstitusiya işləmir. Qardaş, mən İslam dini kimi o utopiya ilə arxasını getmirəm. Və Allah mənim gözümdə görünür. Ehtimal nəzəriyyəsini danışmayaq. Biz biraz intellektual danışaq. Biz hamımız ali təhsilli insanlarıq. Biz üzr istəyirəm, hər yoldan keçən adam kimi danışmırıq. Maşallah sən də savadsan, mən də savadsan. O konstitusiyada 5 ildən artıq seçilmə hüququ var. Konstitusiyada 5 ildən artıq seçilmə. Xalq dedi ki, qardaş, mən İlham Əliyevdən razıyam, nə narazı deyiləm. Sən bilirsən o konstitusiyanın hansı maddələrinə toxunmaq olmaz? Bircə dəqiqə. Hansı maddələrinə toxunmaq olmaz bilirsiniz siz onu? Konstitusiyada hansı maddələrə toxunmaq olmaz bilirsiniz siz onu? İlham Əliyev konstitusiyaya əl basır. Sual verirəm, parlament deputatı əl basır konstitusiyaya. İcra başçısı basır, konstitusiyaya əl basır. Yox. Səttamşeyin də Quran-ı Kərimə əl basır. Nə fərq var? Qulaq as. Konstitusiyanın hansı maddələrinin dəyişdirilməsi referendumla çıxarılmaması haqqında. Qardaş, mən çıxarılmaması haqqında oxumusunuz ümumiyyətlə. Etnotizm nəzəriyyəsi